Rizvan İbadov yazır, Sərdar bəy təyyarə görə kompensasiya Azərbaycana ödənildi, sığorta ödənişidir səhv eləmirəmsə. İndi Rusiya-Azərbaycan münasibətləri yaxşılığa doğru irəliləyə bilərmi? Yeri gəlmişkən onu da əlavə edim ki, Ramzan Kadyrov da bizim təyyarə bələdçilərini Çeçenistan qarşısında xidmətlərinə görə nəsə bir mükafata bilmirəm. Yəni sadəcə olaraq o Ramzan Kadyrovun yəni yoludur, prinsipidir. Bəlkə də Putin onu qabağa verir ki, sən get danış Azərbaycan. Rusiya Azərbaycanı elə Çeçenistanın bərabər tərəf səviyyəsindən yendirir. Yox, bu problem Çeçenistanla Azərbaycan arasındadır. Azərbaycan müstəqil bir dövlətdir. Çeçenistan Rusiyanın bir subyektidir. Hətta bu da Çeçenistan olsa yenə də Rusiya hökuməti buna məsuliyyət alır. O ki, qaldı Rusiya-Azərbaycan münasibətləri. Heç kəs Rusiya-Azərbaycan münasibətlərinin düşmənçilik müstəvisində qurulmasının tərəfdarı deyil. Biz sadəcə Rusiyanın necə ki Ukraynanı bu dəqiqə işğal edib, o cürə işğalçı niyyəti ilə münasibət qurmasının əleyhinəyir Azərbaycan. Nə fərqi var? Sən ya burada get Ukrayna qoşun yer, ya da burada Rus təhsilini məcbur elə ki, Rus dilində təhsil həyata keçirdin və yaxud da Rus mədəniyyət evi adı altında bu da casusluq şəbəkəsi yarat və yaxud da tutaq ki, məcbur elə dövlət məmurlarından Rus dilində danışsınlar və Rus dilində. Eyni şeydir. Ukrayna nə üstə işğal edir? Orada niyə Rus dili inkişaf eləmir? Niyə Rus dili dövlət dili deyil? Niyə Rus belə, Rus belə, Rus belə? Mən başım çıxım, bura Azərbaycandır ya Rusiyadır? Nəyə görə burada Rus dili olmalıdır, Rus mədəniyyət mərkəzi olmalıdır, nə bilim, adamlardan işə götürülərkən Rus dilini bilmək tələb olmalıdır. Hələ də biz Rusiyanın 150 illik köləliyində olan Azərbaycan kimi özümüzü dərk edirik. Hələ də Azərbaycanda real müstəqillik və suverenlik hələ ki adamların şuuruna, sümüyünə, iliyinə qədər işləmir. Ukraynada bu artıq bu proses gedir. Adamlar həqiqətən də ayılıbla başa düşürlər ki, işin mahiyyəti nədən ibarət. Ona görə də biz Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıyıq. Amma Rusiyanın təklif elədiyi kimi gündə bir Zatulini çıxardır, oran Tolstoyu çıxardır, Kalaşnikovu çıxardır, nə bilim, o Xarici İşlər Nazirinin nümayəndələrini çıxardır, Azərbaycan hədə qorxu gəlirlər, təhqir edirlər, nə bilim. Biz bunun əleyhinəyik ki, qardaşım, düzdür, sayımız azdır, amma biz dövləti və nə mədəniyyətimiz, nə dinimiz, nə də tariximiz sizinlə ortaq deyil. Biz sizinlə ortaq bir dünya görüşünə malik ola bilməyik. Biz fərqli xalqıq, fərqli mədəniyyətimiz var, fərqli tariximiz var və sizin də tarixindən 1000 dəfə şanlı bir tariximiz var. Biz nəyə görə Rusiyanın quyruğunda getməli, Rusiyanın tarixini, öz tariximizi mənimsəmə, öz tariximizi də arxa çevirməli. Bugün Azərbaycanda çıxaq 50 adam Pyotr'u tanıyır, Şah Qacarı tanıyan yoxdur, Nadir Şahı tanıyan yoxdur. Hətta Xətainin özünün belə böyük bir imperator olduğunu Azərbaycanda heç kəs bilmir. Amma desən Yekaterina, nə desən Aleksandr, İvan Grozny, hamı əzbər bilir. Bu nə deməkdir? İnsanların beyninə başqa bir xalqın tarixi yerləşdirilib. Rus səni məcbur eləmiş ki, bu tarixi yerləşdirir. Əlbəttə məcbur eləmir. Kim deyir məcbur eləmir? Bəs 37-ci il repressiyasında millətçi, nə bilim, ad qoyub güllələdiyi adamlar kim idi? O 40 ilə yaxında müstəqil idi. Xeyrə, bütün dövr boyununda həmin siyasət aparır. Bugün də Rusiya siyasət aparır. Vacib deyil ki, Rus siyasi olsun burada. Rusiya burada məmurları uzun illərdir yerləşdirib hakimiyyətə, onlara da imkan verir ki, korrupsiya ilə, millətlərlə pul oğurlasın xalqın cibindən, əvəzində Rusiyanın buradakı siyasətinə uyğun siyasət aparsınlar. Bu başı xarabdır Azərbaycanlı ki, öz anasının, dədəsinin danışdığı dili məktəbdən çıxardıb, Urusun dilini ora soxuşdurur. Bunun başı xarabdır. Dünyada hətta Buşmenlər belə öz dilini sevir və öz dilinə hörmət edir. Bu Azərbaycanlı niyə sən düşünürsən bu qədər alçaq bir millətdir ki, öz dilindən iyrənirlər. Bugün İranda parlamentdə ana dilində 2 saat ədəbiyyatın, milli ədəbiyyatın öyrədilməsi ilə bağlı böyük bir hərəkət ola bilsin, o İranı parçalamaya gəlib çıxaracaq. Hətta prezident ola bilsin, istefa versin. Bu belə bir ciddi bir məsələdir, bu dil məsələdir. Biz buna oyuncaq kimi baxırıq. İlkin Mabudov yazır ki, Sərdar bəyə deyin, bizim baş nazir Əli Əsədov gedib İranda Rus dilində danışır. Bunu necə başa düşür? Doğrudan da onu Azərbaycan dilində salamlayır, yəni prezident, amma bu Rus dilində danışır. Ona görə ki, Azərbaycanda bilmir də bu adam. Rusiyada işləyib, deyə orada qalıb. Bu adamların hamısı biyografiyasına baxın. Azərbaycanda məmurların 90%-nin Rusiya ilə əlaqələri onların tərcümə halından görsənir. Ya Rusiyada ermiş işləyiblər, ya Rusiyada təhsil alıblar, ya Rusiyada hansısa bir müəssisədə çalışıblar, ya da Rusiyada iş qurublar. Vəssalam. Sənin Ali Sovetinin 2 dəfə sədri olan bir adam bugün Moskvada bizneslə məşğuldur. Oturub Moskvada. Çünki Azərbaycan ona yad bir yeridir, onu dağıdırdılar.